Salam dəyərli izləyicilər, 115 və 116-cı sualın həllinə baxaq. Deməli, verilən düzbucaqlı üçbucaqda bizdən soruşur AC-ni tapın. AD-ni bilmirəm, bura bir x desəm. Deməli, BD verilib neçə? 6. AD-ni bilmirəm, x-dir. DC 4-dür və məndən soruşur AC-ni tapın. Buradan biz qayda olaraq bilirik ki, bu hündürlük nəyə bərabərdir? Hündürlüyün kvadratı bərabərdir. Bura bir C deyək, bura bir Y deyək. C vurulsun Y-ə. Yəni 36, düzdür? 6-nın kvadratı bərabərdir. X vurulsun 4. 36 bərabərdir 4x. Deməli, x-im 9 imiş. Gətirib x-in yerinə 9 yazsam və AC-ni tapıram neçədir? AC bərabərdir. Cəmləsəm 9 buradır, 4 buradır. 13. AC olacaq 13. Digər sualın həllinə baxaq. Digər sualda deməli verilib 12. Düzdür? Baxın, bu hündürlüyə baxıram. 12-dirsə, deməli 144 bərabər olacaq nəyə? 4 vurulsun x-a. Düzdür? Çünki dedik axı, hündürlüyün kvadratı bərabərdir tərəflərin hasili. Düzdür? 2 yerə bölünüb x vurulsun 4. H kvadratım neçə elədir? 144 bərabərdir 4x. X bərabərdir 144 bölünsün 4. X bərabərdir deməli bölsəm 36. X-i 36 aldım. Deməli, x-im 36-dırsa, yenə bizdən AC-ni soruşur. 36 AD-dir, bu məsafədə 4-dür. Toplasam, eləyəcək cavab 40.